Kürdəmir rayonunda 43 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Hadisə Kürdəmir şəhəri Babək prospektində baş verib. 1993-cü il təvəllüdlü Elnur həmin ünvanda tanışı Gülarə ilə mübahisə edib. Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı qadının bədəninin müxtəlif nahiyələrindən əli ilə bir neçə dəfə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. İş üzrə izahat verən Elnur ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O ifadəsində göstərib ki, fərdi əməklə məşğul olur. 2018-ci ildə Gülarə ilə qeyri-rəsmi nikahda yaşamışam. Lakin 2025-ci il aprel ayından ondan ayrılmışam. Həmin vaxtdan Gülarə ilə aramızda bir neçə dəfə münaqişələr olub. Sonuncu dəfə həmin ilin iyunun 18-də saat 18 radələrində taksi fəaliyyəti ilə məşğul olduğum özümə məxsus VAZ 21074 markalı avtomobili ilə Kürdəmir şəhəri Babək prospektində yerləşən marketdə bir qədər aralıda saxladıqdan təxminən 20 dəqiqə sonra Gülarə mənə yaxınlaşdı. Adıma olan və əvvəllər istifadə etdiyi mobil nömrəni ona verməyimi istədi. Gülarəyə həmin nömrəni qırdığımı bildirdim. Bu zaman aramızda mübahisə yarandı deyə o ifadəsində göstərib. Təqsirləndirilən şəxs qeyd edib ki, daha sonra Gülarə ona yaxasından yapışaraq gözündə olan eynəyi əli ilə yerə atıb. Bundan sonra Gülarə avtomobilin qapısına tutaraq dartdı. Onun biləklərindən tutaraq kənara itələdim. Lakin Gülarə yenidən avtomobilə tərəf gedərək zədə yetirmək istədi. Gülarəni kənarlaşdırmaq üçün ona bir neçə dəfə sağ əlimlə qəsdən vurdum. Bu zaman ətrafda toplaşan şəxslər Gülarəni və məni sakitləşdirmək aralaşdırdılar. Həmin vaxt o ünvanıma nalayiq ifadələr işlətdi. Bu səbəbdən özümə məxsus avtomobilə əyləşərək oradan uzaqlaşdım deyə təqsirləndirilən şəxs ifadəsinə belə yekun vurub. İş üzrə zərər çəkmiş Gülarənin sözlərinə görə 2018-ci ildə Elnur ilə qeyri-rəsmi nikahda yaşayıb. Lakin 2025-ci ilin aprel ayından onunla ayrılıb. Həmin vaxtdan Elnurla aramızda bir neçə dəfə münaqişələr oldu. Sonuncu dəfə iyunun 18-də saat 18 radələrində Elnurun mənim adıma olan mobil nömrədən WhatsApp mobil tətbiqindən hesab açaraq istifadə etdiyini gördüm. Bu səbəbdən Elnuru Kürdəmir şəhəri Babək prospektində 4 yol dairəsi adlanan ərazidə özünə məxsus avtomobildə əyləşməsini gördüm. Ona yaxınlaşaraq nömrəmi geri verməsini tələb etdim. Elnur ünvanıma nalayiq ifadələr işlədərək getməyimi tələb etdi. Təhqir etdiyi üçün onun dizinin üzərində olan gün eynəyini götürdüm və qıraraq yerə atdım. Bundan sonra Elnur avtomobildən düşərək saçımdan tutdu və baş nahiyəmə bir neçə dəfə yumruqla zərbələr endirdi. Həmçinin sol qolumdan tutaraq itələyərək yerə yıxdı. Buna görə qolumda xəsarət aldım. Bu zaman ətrafda toplaşan şəxslər bizi sakitləşdirdi, Elnuru məndən aralaşdırdılar deyə qadın ifadəsində göstərib. Kürdəmir rayon məhkəməsinin hökmü ilə Elnur 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Təqsirlənən şəxsə cəzaçəkmə müddəti ərzində Kürdəmir rayonunun kəndində yerləşən evini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi, həmçinin Kürdəmir rayonu ərazi hüdudlarını tərk etməsi qadağan olunub. Bundan əlavə ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb.
Şəmkirdə qohumlar arasında yaranan mübahisə qanla bitib. Kəndlərdən birində baş verən hadisə zamanı əmioğlanları əlbəyaxa olub. 1974-cü il təvəllüdlü Əli sərxoş vəziyyətdə əmisi oğlu Əbdülün həyətindəki köməkçi tikiliyə gəlib. Tərəflər arasında şəxsi münasibətlər zəminində qızğın mübahisə düşüb. Qarşıdurma zamanı Əli bıçağı əl ataraq Əbdülün bədəninin müxtəlif nahiyələrinə 3 dəfə zərbə endirib. Hadisədən sonra təqsirlənən şəxs barəsində Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Məhkəmə ifadə verən Əli əmisi oğlunun Əli ilə məsələsini görə vurduğunu bildirib. Aramızda əvvəllər problemlər var idi. Hadisə günü hər ikimiz içkili idik. Əbdül aləm haqqında bəzi sözlər danışdı. Mənə xəyanət iddialarından söz açdı. Gücüm çatmadığı üçün ona bıçaqla vurdum. Əməlimdən peşmanam, onunla artıq barışmışıq, deyə o ifadəsində göstərib. Zərər çəkmiş Əbdül isə ifadəsində əmisi oğlunun ittihamlarını rədd edib və qəflətən hücuma məruz qaldığını söyləyib. Toydan gəlib evdə yatmışdım. Başım ağrıdığı üçün işə getməmişəm. Ətli evə gələrək məni qəfildən bıçaqladı. Onun ailəsi ilə heç vaxt maraqlanmamışam. Məni nə səbəbə vurduğunu tam anlamadım, deyə Əbdül ifadəsində qeyd edib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Əli 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa Bakının Nizami rayonunda 34 yaşlı kişi qeyri-rəsmi münasibətdə olduğu qadına xəsarət yetirib. Hadisə bu ilin fevralın 20-sində baş verib. 1992-ci il təvəllüdlü Mərdan həmin gün saat 22 radələrində birgə yaşadıkları ünvanda qeyri-rəsmi nikah münasibəti ilə bir yerdə yaşadığı Zülfiyə ilə mübahisə edib. Mübahisəyə səbəb Zülfiyənin onun mobil telefonunda başqa qızla yazışmasını görməsi səbəbindən yaranıb. Aralarında qısqanclıq zəminində yaranmış mübahisə zamanı Zülfiyə onun ünvanına nalayiq ifadələr işlədib. Bundan hiddətlənən Mərdan qisas almaq niyyəti ilə yumruqla Zülfiyənin üz və bədəninin digər nahiyələrinə vurub, ona müxtəlif dərəcəli xəsarətlər yetirib. Faktla bağlı Mərdanın barəsində Cinayət Məcəlləsinin 128-ci qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham elan edilib. Məhkəmədə məlum olub ki, təqsirlənən şəxs zərər çəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərər çəkən onu bağışlayıb, ona qarşı şikayətini geri götürüb. Bu halları nəzərə alan hakim təqsirlənən şəxsin barəsində olan cinayət təqibinə xitam verib, o cinayət məsuliyyətindən azad edilib.